Ailə quranda həyat yoldaşımın Klein-Levin sindromu var idi. Bu xəstəliyin dərmanı yoxdur. Bu xəstəlik dünyada 10 min insanda var. 3-4 gün yatırsan, amma ayılmırsan. 1 yaşdan sonra bədəndən çıxıb gedir. Sadəcə sindrom gələndə yatırsan. Başqa yolu yoxdur. 3 gün, 1 həftə yatanlar var. Bu sözləri müğənni İradə İbrahimova söhbət var verilişində deyib. Sənətçi həyat yoldaşı Ceyhun İzərin xəstəliyindən danışıb. Ceyhunla 2000-ci ildə tanış olduq. 2003-cü ildə isə sevgili olduq. Mənə elçi gəliblər, ailəmlə görüşəcəklər. Gəlib və oteldə yatır. Düşündüm ki, yəqin evlənmək istəmir. Ona görə də oteldə yatır. Nə qədər ki, yatdı, 29 yaşında ailə qurduq. Biz evlənəndə onun xəstəliyinin sağalmasına son 1 il qalmışdı. Mən nələr çəkmişəm, heç nə göründüyü kimi deyil. Bunlar məni iradə edən, içimi zənginləşdirən duyğulardır. Xəstəlikdə, sağlamlıqda, yaxşı gündə, pis gündə demişdik bir-birimizə. Ailə də budur. Qeyd edək ki, Ceyhun və İradə cütlüyünün 2 övladı var.